2025-ci il ədəbiyyat fənni üzrə sertifikasiya imtahanında namizədlərin qarşısına çıxan və bir çox müəllimlərin diqqətini cəlb edən imtahanda birə-bir düşmüş 2 sualla qarşınızdayım, hörmətli Azərbaycan dili və ədəbiyyat müəllimləri. Bu suallar bir daha göstərir ki, imtahanda yalnız əzbər bilişlər deyil, obrazların müqayisəsi, əsərlərin təhlili, müəllif mövqeyinin müəyyənləşdirilməsi və ədəbi nəzəri anlayışların tətbiqi bizlərdən tələb olunur. Videonu izləmədə qalın. Bu arada qeyd edim ki, abituriyentlər üçün yay dərslərinə qeydiyyat davam edir. Nəticəyə 100% yazılı zəmanət verilir. Baxın, hörmətli müəllimlər, indi isə ötən il sertifikasiya imtahanında təqdim olunmuş müqayisə tipli test tapşırıqlarına bircə nəzər salaq. Öncəliklə qeyd edim ki, bu tip sualların təhlili zamanı müəllim ilk növbədə əsərlərin, belə deyək, ideya məzmun xəttini, obrazlar sistemini, bədii konfliktin xarakterini, müəllif mövqeyini müəyyənləşdirməli, bacarmalıdır. Bunu müəllim bacarmalıdır. Çünki müqayisə yalnız zahiri oxşarlıq və fərqlərə deyil, mətnlərin, necə deyərlər, daxili semantik qatlarına əsaslanmalıdır. Yəni, diqqət edək ki, istər sertifikasiya sualları olsun, istər MİQ imtahanlarında müqayisə sualları əksər hallarda obrazların belə deyək ki, funksiyası, onların ideya yükü, cəmiyyətlə münasibəti, bədii mətn daxilində daşıdığı estetik missiya üzərində qurulur. Buna görə də hər bir müəllim faktoloji biliyi analitik təhlillə birləşdirməyə bacarmalıdır. İndi isə gəlin, sualı bu prinsiplər əsasında təhlil edək və variantların hər birinin elmi cəhətdən nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirək. Deməli, ötən il sertifikasiya imtahanında mənə düşmüş 2 sual modelini sizə təqdim edirəm. Deməli, birinci sualda cədvələ əsasən bizdən uyğunluğu soruşur. Sabirin Əkinçi şeirindəki Əkinçi obrazı ilə Mirzə İbrahimovun Gələcək gün əsərindəki Musa dayı obrazının müqayisəsində. Baxaq görək. Birinci fikir belə idi. Sosial ədalətsizliyin qurbanı olan ümumiləşmiş tip nümunəsidir. Həqiqətən də Əkinçi obrazı sosial ədalətsizliyin qurbanıdır və eləcə də o dövr üçün minlərlə o tip deməli, obrazların insanların başqa sözlə ümumiləşmiş bir tipik bir nümunəsi kimi əsərdə təqdim olunur. Bir, uyğun fikirdir. 2. İstismar olunan kəndli təbəqəsinin bədii modeli. Bax, istismar olunmaq həm Musa dayı üçün, həm də Əkinçi obrazı üçün ortaqdır. 2. Uyğun deyil. 3. İqtisadi istismar. İqtisadi istismar var hər ikisində. Sosial hüquqsuzluq və acizlik psixologiyası. Bax, açar ifadəyə bax. Acizlik psixologiyasını biz Əkinçi obrazında görürük. 4. Milli mənəvi oyanışın və ictimai şuurun daşıyıcısı olan obraz Firidun obrazıdır. 4. Uyğun olmadığı üçün siləcəm. 5. Xalq həyatının və